Hoş da şükür. Hoş da Rabbin huzurunda olmak. Так приятно быть в присутствии Бога. Rabbi sana minnettarıq sənə. Господь Иисус, мы благодарны Тебе. Minnettarıq hər bir şeyə görə. Благодарны за все. Minnettarıq sənin lütfünə, mərhəmətinə görə. Благодарны за Твою милость и благость. Minnettarıq ki, sən sevirsən, Rəbb. Благодарны, что Ты любишь. Çox sağ ol ki, qayğımıza qalırsan. Спасибо, что Ты заботишься. Şükür olsun sənə, Rəbb. Слава Тебе. Şükür olsun sənə. Слава Тебе. Gəlin birgə qalxaq və oxuyaq. Давайте вместе встанем и споем. Alkış olsun sana, hatta ucalsan bizi yarattın. Sevgini bahşeyledin, insanlısken tapır senden. Bir daha alkış olsun sana, hatta ucalsan bizi yarattın. Sevgini bahşeyledin, insanlısken tapır senden. Bütün halklar ve bütün yer, bütün milletler, bütün yer, bütün halklar ve bütün yer, hizmet ederler Tanrı'ya. Bütün halklar ve bütün yer, bütün milletler, bütün yer, bütün halklar ve bütün yer, minnet ederler Tanrı'ya. Göyle yeri yaradanı tapmak mümkün değildi her kavga. Çünkü İsa'da Tanrı yakınlaşıp insanlara. Bir daha öyle yeri yaradanı tapmak mümkün değildi her kavga. Çünkü İsa'da Tanrı yakınlaşıp insanlara. Bütün halklar ve bütün yer, bütün milletler, bütün yer, bütün halklar ve bütün yer, hizmet ederler Tanrı'ya. Bir daha bütün halklar ve bütün yer, bütün milletler, bütün yer, bütün halklar ve bütün yer, hizmet ederler Tanrı'ya. Hizmet ederler Tanrı'ya, hizmet ederler Tanrı'ya. Halleluja. Тень, яркий свет, ты можешь обратить этот ответ, ты можешь душу грешника взять и спасти. Бог, без тебя душа каменеет моя, снова сделать нежно ее можешь ты. Голод и жажду дай мне по слову твоему, нет ничего, что может заменить тебя. Голод и жажду по слову твоему, дай мне желание еще больше знать тебя. Тень, яркий свет, ты можешь обратить этот ответ, ты можешь душу грешника взять и спасти. Бог, без тебя душа каменеет моя, но снова сделать нежно ее можешь ты. Голод и жажду дай мне по слову твоему, нет ничего, что может заменить тебя. Голод и жажду по слову твоему, дай мне желание еще больше знать тебя. Голод и жажду
Да мне по слову твоему нет ничего, что может заменить тебя. Голод лишь жажду по слову твоему. Дай мне желание еще больше знать тебя. Дай мне желание еще больше знать тебя. Дай мне желание еще больше знать тебя. Аллилуйя. Слава тебе, Иисус. Hamdolsun sana Rabbimize. Minnettarız sana. Vaxtında, vaxtında o her şey güzel edir. Vaxtında yalvarırım ya Rabbim, göster bize yolunu. Her zamansa ya Rabbim. Vaxtında, vaxtında yalvarırım ya Rabbim, göster bize yolunu. Her zaman sen ya Rabbim. Vaxtında, vaxtında, vaxtında o her şey güzel edir. Vaxtında yalvarırım ya Rabbim, göster bize yolunu. Her zaman sen ya Rabbim. Vaxtında, vaxtında yalvarırım ya Rabbim, göster bize yolunu. Her zaman sen ya Rabbim. Vaxtında очень встретиться с тобой, о Гузель. Пред тобою, мой Господь, преклоняется сердца. Знаю всемогущий Бог, что ты здесь, пред тобою, мой Господь, преклоняются сердца. Знаю всемогущий Бог, что ты здесь. Пред тобою, мой Господь, преклоняются сердца. Знаю всемогущий Бог, что ты здесь, пред тобою, мой Господь, преклоняются сердца. Знаю всемогущий Бог, что ты здесь. Şükür olsun sana Rabbisa. Слава тебе, Господь Иисус. Minnettarım ki sen hiç vaxt yubanmırsan. Мы благодарны, что ты никогда не Minnettarım ki опаздываешь. sen her zaman vaxtındasan. Благодарны, что ты всегда вовремя. Bizim için belki bu uzun çekebilir. Может быть, это тянуться для нас очень долго. Ki biz yorulabiliriz gözlemeyden. Мы можем устать от ожиданий, Ama sen yubanmırsan. но ты не Her şey опаздываешь. kamil vaxtında edirsən. Ты делаешь все в совершенное время. Biz bunu görmüşük. Мы это видели. Biz buna şahid olmuşuq. Мы были свидетелями этого. Sen qoymazsan ki sənin övladların gücündən artıq sınağa çəkilsinlər. И ты не дашь, чтобы твои чада больше сил своих искушались. Vaxtında, vaxtında o her şey güzel edir.
göster bize yolunu. Her zaman sen ya Rabbi, vaktinde yalvarırım ya Rabbi. Göster bize yolunu. Her zaman sen ya Rabbi, vaktinde. İsa Mesih toplantımıza xeyir dua ver. Господь Иисус, благослови наше Sen служение. uca ve müqəddəs adında dua ederek. Именем Твоим святым мы молимся. Amin. Аминь. Садитесь, Əyləşə пожалуйста. bilərsiniz. Добрый вечер. Axşamınız xeyir. Хорошо. Мне очень послужила эта песня, Mənə çox xidmət elədi bu что Он здесь. ki o burdadır. Да, мы верим, что Он здесь. Natələ? Мы не смотрим по сторонам, Biz мы kənarlara смотрим на Иисуса baxmırıq. Христа. Biz İsa Məsih потому что Он здесь. Çünkü Он O пришел buradadır. сюда ради нас. ki o bizə görə gəldi bura. Он служит нам сегодня. O bizə xidmət edir. Поэтому мы хотим быть очень внимательны к Господу. Ona görə də biz istəyirik ki, biz Rəbbə qarşı çox diqqətli olaq. Давайте с вами откроем Евангелие от Матфея, 14 главу. Gəlin birgə Məttahın Матфея, 14 Məttahın главу. müjdəsinin 14-cü fəslini açaq. С 22 стиха 22-ci bənddən помолимся. dua edək. Отец, мы благодарим Тебя. Ata, biz sənə minnətdarıq. Благодарим, что Ты привел нас сюда. Minnətdarıq ki, bizi bura gətirmisən. Ты прикоснулся к нашему сердцу. Ki, bizim ürəyimizə toxunmusan. Ты ободрил нас. Bizi ruhlandırmısan. Ты вел нас за руку. Bizi əlimizdən tutmusan. И мы не противились. Və yönəltmisən və biz də buna müqavimət göstərmirik. Но мы здесь, Amma biz и мы buradayıq поклоняемся Тебе. və biz sənə sitayiş edirik. Ты Господь наш и Бог наш. Sən bizim Tanrımız və Allahımızsan. И сегодня мы хотим, чтобы наши уши были внимательны. Və istəyirik ki, bu günləri qulaqlarımız diqqətli olsun И sənə. просим Тебя, говори с нами. Və xahiş edirik ki, bizimlə danışasan. Во имя Иисуса, аминь. İsa Məsihin adıyla, amin. Хорошо. Матфея 14, 22. Mətta 14:22. Здесь интересная история. Burada maraqlı hadisə baş verir. И каждый из нас знает эту историю, Bizim hər birimiz bu hadisəni bilirik. потому что есть прекрасный персонаж этой истории. Çünki bu hadisənin gözəl bir personajı var. Это Петр. Bu Peterdir. Но мы сегодня будем говорить о Христе. Amma biz bu gün Məsih haqqında danışacağıq. Он является еще более важным персонажем здесь. O burada daha vacib olan bir sujetdir. Давайте почитаем. Gəlin oxuyaq. И в тот час, это после того, когда они накормили 5000 человек. Və yazılıb. Bundan dərhal sonra, yəni ki, onlar artıq 5000 insanı yedizdirmişdilər, ondan sonra baş verən Я думаю, hadisə. что у них было прекрасное время, да? Düşünürəm, onların gözəl vaxtı olmuşdu. Когда было 5000 человек. Orada 5000-ə yaxın insan И они не vardı. знали, что делать, как накормить их. Və onlar bilmirdilər bunları necə Иисус doydursunlar. сказал, мы будем кормить их. İsa deyir ki, biz onları И Бог yedizdirəcəyik. сделал чудо там. Və Tanrı möcüzə etdi. И они накормили 5000 человек. Və onlar 5000 insanı yedizdirdilər. Эти апостолы, Və bu şagirdlər,
Они были слабые, у них ничего не было. Onlar zəif idilər, onların heç nələri yox Но idi. Иисус был среди них. Amma İsa onların arasındaydı. И они накормили 5000 Və человек. onlar 5000 insanı yedizdirdilər. И теперь здесь İndi burada Иисус говорит İsa deyir, своим ученикам, öz şagirdlərinə deyir. чтобы они сели в лодку и отправились прежде его на другую сторону, пока он отпустит народ. Və o dedi ki, gəmiyə minsinlər və gölün o bir tərəfinə keçsinlər. Şagirdlərinə dedi bunu ki, o vaxta kimi ki, o xalqı buraxacaq. И здесь интересно, здесь говорится, он понудил их. Və burada yazılıb ki, o onları məcbur etdi. Понудил это означает понудил, правильно? Məcbur etmək, bu yəni məcbur etməkdir. В оригинале говорится, что он заставил их. Orijinal deyir ki, onlara təkid etdi, yəni məcbur И мы etdi onları. знаем, в какую бурю они попали, Və правильно? biz bilirik ki, onlar Мы сейчас прочитаем об этом. hansı bir fırtınaya düşdülər orada. Biz bunu oxuyacağıq. Давайте прочитаем, Gəlin oxuyaq чтобы lегче было нам думать. ki, bizim üçün asan da olsun düşünmək. И далее говорится, и отпустив народ, он вошел на гору помолиться наедине, и вечером оставался там один. А лодка была уже на середине моря, ее било волнами, потому что ветер был противен. 23 də düzdür? 23-24. 23-24. İsa cəmaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa qalxdı. Axşam olanda orada tək idi. Qayıq isə artıq qurudan çox uzaqda, çox stadiya uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbə endirirdi. Я думаю, что мы поняли, какая ситуация была у учеников. Mən düşünürəm ki, biz başa düşdük şagirdlərin vəziyyəti nə yerdə idi. Там была буря. Orada fırtına var idi И это было очень опасно. və o çox təhlükəli idi. И мы знаем, что они попадали в такого рода бурю. Они попадали в такого рода бурю. Və onlar belə tufanlara düşmüşdülər. Когда Иисус спал на лодке, O zamanki İsa demək qayıqda Знаем yatırdı об этом. və biz bunu bilirik. и что происходило там? У них был страх. Və nə baş verirdi orada? Onlarda qorxu var idi. И сейчас, если мы останемся на этом отрывке, Və biz əgər bu parçada qalsaq, то мы подумаем, onda biz başa düşəcəyik. что я бы не хотел бы быть посреди моря. İstəməzdim ki, bu dənizin ortasında olum. Но здесь мы видим в 1 стихе, Amma bu birinci bənddə görürük ki, Иисус понудил их, İsa onları məcbur etdi чтобы они сели в лодку и поплыли. və ki, onlar otursunlar qayığa və üssünlər. Он заставил их, правильно? Onları məcbur etdi, düzdür? Иисус, разве ты не знал о буре? İsa, məgər sən bilmirdin bu fırtına haqqında? Ты знал об этой буре, Sən bilirdin bu haqda. но ты понудил их сесть в эту лодку. Amma sən onları bilərəkdən məcbur etdin ki, qayığa minib getsinlər. Это интересно. Maraqlıdır. Он не предлагал им садиться в эту лодку. O onlara təklif etmədi ki, bəlkə oturasınız bu gəmiyə. Он не рекомендовал им, чтобы они были в этой лодке. O onlara rekomendasiya vermədi ki, yaxşı olar bu gəmiyə minmək. Но он Qayığa. понудил их. Amma onları məcbur etdi. Это была часть его плана. Bu onun planının bir hissəsi idi. Также он не предлагал Иосифу Египет. Eləcə də o Yusifə Misiri təklif eləmirdi. Интересно. Он не спрашивал у него об этом. O Yusifdən soruşmurdu. Он даже не защищал его от Египта. Onu heç Misirdən qorumurdu da. Он не защищал его от страданий. Sınaqlardan da qorumurdu onu. Он также не защищал его от этих испытаний, которые произойдет в Египте. Və həyatında baş verəcək, Misirdə baş verəcək sınaqlardan onu qorumurdu. Но это часть его совершенного плана. Amma bu onun kamil planının bir hissəsi Это idi. интересно. Maraqlıdır. И что-то должно было произойти. Nəsə baş verməli idi. Иисус знал об этом, İsa bunu bilirdi. что ученики должны пройти через эту бурю.
şagirdlər bu fırtınadan keçməlidirlər. Он знал об этой буре, O bu fırtına haqqında bilirdi, но ученики не знали. amma şagirdlər bilmirdilər. И часто мы не знаем, что происходит с нами. Və biz çox tez-tez olur ki, biz bilmirik bizimlə nə baş verir. Но Иисус знает об этом. Amma İsa bunu bilir. И порой Он нас принуждает, чтобы мы были там. Və bəzən o bizi məcbur edir ki, biz bu vəziyyətdə olaq. И интересно, что мы пытаемся понять, Və maraqlı ki, biz çalışırıq anlayaq. мы пытаемся оправдать себя, Biz çalışırıq ki, özümüzə bəraət попадая в qazandıraq. какие-либо трудности. Müəyyən çətinliklərə düşərkən. Что мы можем сказать, что это не должно было бы со мной случиться. Ki, bu hadisə mənimlə olmalı deyildi deyirik. Бог что-то упустил здесь. Tanrı nəyisə gözdən buraxıb. Бог недооценил что-то здесь. Tanrı nəyisə kifayət qədər qiymətləndirməyib. Как Иов это говорил. Как Иов говорил об этом. Necə ki, Əyyub deyirdi bunu. Когда Бог испытывал его. O zaman ki, Tanrı onu sınağa И çəkirdi. мы понимаем, что это было самым тяжелейшим испытанием его жизни. Biz anlayırıq ki, onun həyatında olan ən ağır sınaq idi bu. Человек, которому не было равных в то время. Və o insan ki, ona bərabəri yox idi o И dövrdə. Бог говорил об этом дьяволу, Və что Tanrı, нет подобного Иову. hətta Tanrı bu barədə İblisə deyir ki, Нет праведного подобного Иову. Əyyuba bənzər, onun kimi salih bir kəs yoxdur. И теперь Иов находится в этом испытании. Və budur, Əyyub bu sınaqdadır. И он не предлагал ему это испытание. Və Tanrı Əyyuba heç bu sınağı təklif eləməmişdi. Но что произошло там? Amma nə baş vermişdi orada? Это было частью плана Божьего. Bu Tanrının planının bir hissəsi idi. Но Иов, он Ама- не понимал того, что происходило. Əyyub nə baş verdiyini anlamırdı. Почему это происходит? Nəyə görə baş verir? Почему ты, Бог, сделал это? Nəyə görə Tanrı bunu etdi? И он всячески пытался оправдывать себя. Və özünü hər tərəfli olaraq bəraət qazandırmaq Или же мы, istəyir. попадая в такого рода испытания, мы начинаем осуждать себя, Və belə imtahanlara düşəndə biz özümüzü mühakimə edirik. что что-то произошло. Почему это происходит со мной? Nəsə baş verib, mənimlə nəsə baş verir. Nəyə görə bu mənimlə baş verir? Я начинаю осуждать себя, что где-то я что-то сделал. Mən deyirəm ki, mən bəlkə nəyisə harda düz eləməmişəm. Или же я был neправ перед Богом. Və yaxud da ki, mən Tanrı qabağında düzgün deyiləm. Как друзья Иова. Necə ki, Əyyubun dostları eləyirdi bunu. Они пришли к нему, Onun dostları gəldilər yanına и у них было свое мнение об этом испытании. və bu sınaq haqqında onların öz fikirləri var idi. Но они не знали того, что Бог знал. Amma onlar anlamırdılar o şeyi ki, Tanrı bilirdi. Они не понимали то, что происходит. Onlar başa düşmürdülər baş У них было verənləri. свое суждение. Onların öz mühakimələri И var они idi. начали осуждать Иова. Və onlar başladılar Əyyubu Что это mühakimə etməyə. происходит из-за тебя. Bunlar yəqin sənə görə baş verir. И Иов объясняет о том, что это не происходит из-за меня. Və Əyyub da başa salır ki, axı bu mənə görə baş И он vermir. оправдывает себя. Və özünə bəraət qazandırır. И интересно, что в Иове 32 главе, Вэ. 2 стихе, Maraqlıdır ki, Əyyubun kitabının 32-ci fəslinin 32, 32-də приходит еще один человек. daha bir adam gəlir. Его звали Илиуй. Onun adı İlyu idi. И он приходит туда, O gəlir ora и он где-то понимал, что происходит. və o harasa başa düşürdü nəsə И он nə baş начинает verdiyini. говорить с Иовом. Və o Əyyubla danışmağa başlayır. Иова 32:2. Əyyub 32:2. И там говорится во второй части, İkinci hissədə deyilir. что у него воспылал гнев его на Иова за то, что он оправдывал себя больше, нежели Бога. Və yazılıb ki, o Əyyuba qarşı onun Eliyədə qəzəb oyandı ki, o özünü Allahdan çox bəraət qazandırırdı özünə. Интересно, да? Maraqlıdır. Иов оправдывал себя более, нежели Бога. Özünü
Tanrıdan daha çox bəraətləndirirdi o. Что Бог несправедлив. Ki Tanrı ədalətsizdir. Он не mог это сделать со мной, O bunu mənimlə edə bilməzdi. потому что я прав. Çünki mən salihəm Я живу перед Богом. və mən Tanrının gözü Я не önündə согрешил. yaşayıram. Mən günah Если мы etməmişəm. прочитаем книгу Иова, мы можем сказать, сколько оправданий было у Иова. Biz o kitabı oxusaq görərək ki, Əyyubun nə qədər bəraəti var idi И burada. говоря об этом, как бы он косвенно обвинял Бога в том, что произошло. Və bu haqqda danışarkən biz başa düşürük ki, o Косвенно. birbaşa olmayaraq Tanrını itham edirdi. И Иуй, продолжая говорить, в 33 главе, 12 стихе, он говорит, что Бог выше человека. Və davam edir deməkdə Əyyubun kitabının 33-cü fəslinin 12-ci bəndində ki, Tanrı insandan daha И он yüksəkdir. говорит Иову, вот в этом ты не прав. Və deyir ki, Отвечаю тебе, потому что Бог выше человека. amma qoy bunu sənə söyləyim ki, sən bu barədə haqsızsan. Çünki Allah insandan böyükdür. Ты оправдываешь себя, Sən özünə bəraət но ты не qazandırırsan, прав в этом. amma sən haqsızsan. Ты пытаешься понять ситуацию, но ты не знаешь об этой ситуации. Sən çalışırsan hadisəni, bu vəziyyəti başa düşəsən, amma Ты, sən bu vəziyyəti bilmirsən. ты проходишь через эти испытания, трудности, проблемы, и ты не до конца не можешь понять, почему они происходят. Sən bu çətinlikdən, bu problemlərdən keçirsən, amma hələ də anlaya bilmirsən sona kimi. Но ты должен Nəyə görə понять, baş verir? Amma sən что bunu Бог bilməlisən. выше человека. Tanrı insandan böyükdür. Это означает, что я не знаю, почему эта ситуация произошла со O мной. deməkdir ki, mən bilmirəm bu hadisə mənimlə nəyə görə baş verdi. Но Бог всегда прав. Amma Tanrı hər zaman Понимаете? haqlıdır. Нет несправедливости у Бога. Tanrıda haqsızlıq yoxdur. Мы можем проходить через болезни, Biz мы xəstəliklərdən keçə можем проходить bilərik. через проблемы. Biz problemlərdən keçə У нас bilərik. могут быть испытания, Bizim sınaqlarımız ola может быть, bilər. финансовые проблемы. Bəlkə də maliyyə sınaqları И мы пытаемся дать оценку всего того, что происходит. və baş verən şeylərə biz qiymət verməyə çalışacağıq. Но мы не понимаем. Amma biz anlamırıq. Но мы можем знать одно, Lakin bir şey bilirik. что Бог всегда прав. Tanrı hər zaman haqlıdır. Я не знаю, что происходит. Bilmirəm nə baş verir. Я не знаю, почему я нахожусь здесь, Bilmirəm mən nəyə görə bax buradayam. но я знаю, что Господь всегда прав. Amma bunu anlayıram ki, Tanrı hər zaman haqlıdır. Я не знаю, почему Бог вынудил меня сесть в эту лодку во время этой бури. Və mən bilmirəm ki, Tanrı nəyə görə məni məcbur etdi ki, bu gəmiyə oturum, bu tufan zamanında. Но я знаю, что Он прав. Amma mən bilirəm ki, o haqlıdır. В Псалме 33, Zəbur 32. я 33 deyəsən, ya 34 deyəsən, Azərbaycanda. Псалме 33, Zəbur 34. 8-9 стихи. 8, 9, 7. Там говорится, 8. что ангел Господень ополчается вокруг боящихся Его и избавляет их. Rəbdən qorxanları onun mələyi mühafizə edər, onlara zəfər verər. И 9 стих. «Вкусите и увидите, как благ Господь, и блажен человек, который уповает на Него». Və 8-ci bənd deyir ki, dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır ona pənah gətirənlər. Видите, интересно, Maraqlıdır. что Господь защищает нас во всякой ситуации в нашей жизни. Tanrı bizi hər bir vəziyyətimizdə həyatımızdan qoruyur. Какая бы трудность не была бы в жизни, Həyatımızda hansı çətinlik olur olsun, через что бы мы ни проходили, nədən keçiriksə keçək и то, что мы можем вкусить, что Он благ по отношению к нам. və biz bunun dadına baxa bilərik ki, Tanrı bizə qarşı xeyirxahdır. Как мы это понимаем? Biz bunu necə anlayırıq? Когда мы доверяем Ему в этих трудностях, в этих бурях, Biz bu çətinliklərdə, bu tufanlarda ona etibar edirik и мы видим Его благость, Его защиту там, və onun müdafiəsini, onun
xeyirxahlığını görürük o И мы можем evangelistdə. сказать, что Господь благ, потому что я вкусил это в этих трудностях. Deyə bilər ki, Tanrı xeyirxahdır və onu mən bax bu çətin vəziyyətlərdə dadmışam. Как в Иове 34:10 говорится, что нет неправды у Бога. Və necə Əyyub 33 34:10. 34-10-da yazılıb ki, Tanrıda Нет неправды у Бога. yalan yoxdur. Могу ли я думать об этом? Mən vaxtı düşünə bilərəmmi? Могу ли я доверять Ему? Mən ona etibar edə bilərəmmi? В тот момент, когда Он принуждает меня сесть в эту лодку и находиться среди бури. O zaman ki, o məndən xahiş edir ki, mən bu qayığa oturum və bu tufanın içərisindən keçim. Я думаю, что ученики должны были научиться многому, находясь в этой буре. Düşünürəm ki, şagirdlər bu tufanda olaraq çox şey öyrənməli idilər. Они должны были научиться доверять Христу. Onlar öyrənməli idilər Tanrıya etibar etməyi. Здесь говорится в 23 стихе, что Он вошел на гору помолиться, Иисус. Və 23-cü bətdə burada yazılıb ki, o dağa çıxdı ki, dua etsin. Интересно. Он принуждает пойти их, сесть на лодку и быть среди этой бури. İcazə verir ki, məcbur edir ki, şagirdlər gəmiyə, qayığa minib geçsinlər, bu tufanın içərisində olsunlar. И Он молится. Amma özü isə dua edir. Я думаю, что Он молился за них. Və mən düşünürəm ki, o onlar üçün dua edirdi. Потому что что-то должно было измениться в их жизни. Çünki onların həyatında nəsə baş verməli idi. Что-то они должны были увидеть в своей жизни. Onlar həyatlarında nəyisə И görməli нужна idilər. была молитва. Onlara dua lazım idi. Потому что они столкнутся с трудностями Və onlar çətinliklə üzləşəcəklər в этих испытаниях. bu sınaqlarda. И Он ходатайствовал за них. Və onlara şəhadət Как ходатайствовал? vəsatət edəcək. Как Иоанна 17 главе 12-13 стихе. Necə ki, Yəhyanın müjdəsi 17-ci fəsildə Он молится и просит Отца Своего. o dua edir və atasından xahiş edir. Он понимал, что Он идет на небеса. O başa düşürdü ki, o gedir göylərə И Он не хотел оставлять своих учеников и тех, которые будут верить в Него, одних. və istəmirdi ki, öz şagirdlərini tək tənha saxlasın. Потому что Он понимал, что они будут в этом мире, и в мире будет скорбь. Və o başa düşürdü ki, onlar bu dünyada olacaqlar və bu dünyada da onları əziyyət gözləyir. И Он молит Отца Своего, чтобы Он хранил их в этом мире, Və dua edir atasına ki, onları bu dünyada qorusun, хранил их сердце onların ürəyini qorusun и научил их доверять. və onlara etibar etməyə öyrətsin. И поэтому мы видим здесь, дальше, когда мы читаем, Buna görə də biz burada görürük ki, oxuduqca в 25 стихе, 25-ci mətndə görürük. четвертую же стражу ночи пошел к ним Иисус, идя по морю. И ученики, увидевшие Его, идущего по морю, встревожились и говорили: «Это призрак!» И от страха вскричали. Но Иисус тотчас заговорил с ними и сказал: «Ободритесь, это Я, не бойтесь». 25-ci, 26, 27-ci bəndlər. Gecənin 4-cü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsa'nın gölün üstü ilə yeridiyini görəndə bu bir kabusdur deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: "Cəsarətli olun, mənəm, qorxmayın." Мы видим человеческую ограниченность. Biz görürük burada insan И məhdudiyyətini мы видим недостаток веры. və iman Но çatışmamazlığını. также мы видим верность Иисуса Христа. Amma eyni zamanda da Məsihin sadiqliyini görürük. Да, Он принудил их пойти через эту бурю. Bəli, o onlara məcbur etdi ki, bu fırtınadan keçsinlər. Но Он prишел туда, Amma o özü də gəldi ora и Он был посреди этой бури. və bu fırtınanın ortasındaydı. Но что они видели? Onlar nə gördülər? Они не видели Христа в этой буре, Onlar bu fırtınada Məsihi görmürdülər. потому что было тяжело. Çünki çətin idi. Была ночь, была буря. Gecə idi, tufan var idi.
И для них это был кошмаром. Və bu onlar üçün bir dəhşətli bir şey idi. Это интересно, что порой это приводит нас к тому, что или ситуация будет для нас кошмаром, или же она будет благословением. Bəzən bax bu bizi o fikrə gətirir ki, vəziyyətlər olacaq, aradakı bizim üçün çətin olacaq, bizə dəhşətli gələcək vəziyyətlər, amma eyni zamanda da bu bizim üçün xeyir-dua olacaq. Ya bu vəziyyətlər bizim üçün dəhşətli olacaq, ya da ki xeyir-dualı olacaq. Или же я буду видеть там призрака, Ya mən orada kabus görəcəyəm, или же я буду видеть там Христа. ya da ki orada Məsihi görəcəyəm. Это отношение моего сердца. Və bu mənim ürəyimin münasibətidir. На что я смотрю? Nəyə mən baxıram? Доверяю ли я Богу в этих ситуациях? Bu vəziyyətlərdə mən Tanrıya etibar edirəm. И то, что происходило, они вместо Христа, они видели призрака. Və nə baş verir orada? Bax, onlar Məsihin əvəzinə bir kabus görürdülər. Но Иисус был там посреди этой бури, Amma Məsih bu fırtınanın ortasındaydı, oradaydı. чтобы помочь им. Ki onlara kömək И etsin. не только помочь, но чтобы они могли вырасти, взрастить их, Amma təkcə kömək deyil, eləcə də onlar böyüyə bilsinlər. чтобы они сделались духовно крепкими в испытаниях, Onları imanda möhkəm etsin. чтобы они в этих испытаниях могли вкусить, что благ Господь. Ki onlar bu sınaqlarda Tanrının xeyirxah olduğunu anlasınlar. Как Римлянам 8:28, Necə ki İbranilərə 8:28, что Бог все делает для нашего блага. Tanrı hər şeyi bizim xeyir-duamız üçün edir. Нет ненависти, нет зла, нет осуждения, но все для нашего блага. Heç bir mühakimə yoxdur, heç bir ittiham yoxdur, amma hər şey bizim xeyrimizədir. Иисус хотел, чтобы они научились этому, İsa istəyir ki, onlar öyrənsinlər, чтобы они могли видеть Христа ki onlar Məsihi и görsünlər, доверять Ему, ki ona etibar etsinlər и понимать, что это является частью плана Божьего в их жизни. ki anlasınlar ki, bu onların həyatlarının Allahın planıdır onların həyatlarında. Что они проходят вместе с Ним через эту бурю. Ki onlar onunla bərabər keçirlər bu И в fırtınadan. 28 стихе Петр сказал ему в ответ: «Господи, если это Ты, повели мне прийти к Тебе по воде». Və 28-ci bənddə Peter cavab verib deyir: Ya Rəbb, əgər sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim. И он сказал: «Иди». И вышед из Петра, Петр пошел по воде, чтобы пойти к Иисусу. 29-cu bənd İsa gəl dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsa'ya tərəf getdi. И что произошло в жизни Петра? Petrın həyatında nə baş verdi? Он находится в этой лодке. Bu gəmidədir, Была ночь, gecədir, была буря, tufan var, есть опасность. təhlükə var. Они, как rыбаки, понимали, насколько это опасно. Və bir balıqçı kimi onlar anlayırdılar ki, bu nə qədər təhlükəlidir. Но он увидел Христа в этой буре. Amma o bu fırtınada Məsihi gördü И он мог ходить по воде, смотря на Христа. və Məsihə baxaraq o bu suların üzəri ilə gəzə bildi. Интересно. Раньше это был призрак, но теперь это Əvvəlcə был bu kabus Христос. idi, amma indi Məsihdir. Раньше я не понимал, что происходит, Əvvəl mən anlamırdım nə baş verir. но теперь я знаю, что я в совершенном плане Бога. Amma indi mən anlayıram ki, mən Tanrının kamil planındayam И Христос посреди этого плана. və Tanrı bu planın И ortasındadır. все, что мне нужно делать, мне нужно смотреть на Христа. Yeganə şey ki, mən etməliyəm, mən Məsihə baxmalıyam И я буду ходить по воде. və mən sular üzərinə gəzəcəyəm. Понимаете? Если я не смотрю на Христа, Əgər mən Məsihə то baxmıram, я буду тонуть. onda mən batacağam. Но если я смотрю на Христа, Amma əgər Məsihə это baxıram, означает, что я доверяю Ему в этом плане, bu o deməkdir ki, mən ona etibar edirəm bu что я planda. вижу Его в этом плане. Mən onu görürəm bu planda И я верю в то, что Он никогда не оставит и не покинет меня. və mən anlayıram ki, o məni heç vaxt tərk etməz və qoyub getməz И я буду ходить по воде. və mən su üzəri ilə gəzəcəyəm. Петр смотрел, Peter baxırdı. но в одно мгновение
Он начал смотреть на волны, на бурю. Bir anlığa o diqqətini yayındırıb tufana baxdı И он начал тонуть. və o andaca batmağa başladı. Но Иисус опять спас его. Amma İsa yenə də ona xilas Они etdi. вместе вошли в лодку. Onlar birgə gəmiyə qayıtdılar. И давайте подумаем, Иисус шел по воде. Və gəlin fikirləşək, İsa su üzərindən gəzir. Была буря. Tufan var Это стихия. və bu Это большая fəlakətdir, проблема. fəlakətdir və böyük bir problemdir. Она не может управляться человеком. Bu insan tərəfindən idarə oluna bilməz. Но Иисус шел по воде. Amma İsa su üzərindən gəzirdi. И это означает, что Он имеет власть, и Он выше этого всего. Və bu o deməkdir ki, onun səlahiyyəti var və o bütün bunlardan üstündür. Он был выше над этой стихией. Və o bu fəlakətdən də üstündür. Он выше этой проблемы. O bu problemdən üstündür. Он над этими обстоятельствами. O bu vəziyyətlərin Он над этой üzərindədir. болезнью. O bu xəstəliyin On nad üzərindədir. grihom. O günahın üzərindəndir. У него есть власть. Onun səlahiyyəti var. И что происходит в жизни Петра? Və Peterin həyatında nə baş verir? Он ходит по воде вместе с ним. Və o da Məsihlə bərabər suyun üzərində gəzir. И он учит учеников ходить по воде. Və İsa öyrədirdi şagirdlərini su üzərində gəzməyə. Почему? Чтобы мы были выше этой проблемы. Niyə? Çünki biz bu problemlərdən yüksək И olaq. имели власть над этой проблемой. Biz problemin üzərində səlahiyyətə malik olaq. Imели tу власть, которую Иисус Христос дает нам. Ki İsa Məsihin bizə verdiyi səlahiyyətə malik Как в olaq. Луке 10:19. Luka 10:19-da deyildiyi kimi. В этой главе говорится, что Иисус послал учеников своих на служение. Bu fəsildə yazılıb ki, İsa öz şagirdlərini xidmətə göndərdi И Он дал им власть. və onlara səlahiyyət И Он verdi. говорит, даю вам власть наступать на змей и скорпионов. Və onlara ilanlara və əqrəblər bastalamaq üçün bir səlahiyyət verdi. На всю силу вражью, говорится, и ничто не повредит вам. Və yazılıb ki, bütün düşmənin üzərinə səlahiyyət verirəm, düşmən üzərində və heç nə sizə ziyan vurmaz. Это говорит о том, чтобы мы ходим по воде. Və o deməkdir ki, biz su üzərində И gəzirik мы над этим, və biz bundan daha потому yüksəyik. что змеи и скорпионы, они опасны, они кусаются. Çünki ilanlar, Они əqrəblər, могут навредить нам. onlar təhlükəlidir, onlar dişləyir, onlar bizə ziyan vura bilərlər. Это мы прекрасно знаем. Bunu biz anlayırıq. И в своей жизни мы стоим далеко от этого. Хотим быть дальше от этих Və biz, насекомых или же Öz-özlüyüm- зверей, или же, как их называют, присмыкающихся. biz özlüyümüzdə bu ziyan verici heyvanlardan, həşəratlardan, biz onlardan uzaq durmaq istəyirik. Но здесь Иисус говорит о вражьей силе. Amma burada İsa düşmən gücü haqqında danışır. Это образ той вражьей силы, которая стоит против нас. Və bu həmin o iblisin qüvvəsinin, gücünün bir obrazıdır ki, bizə qarşı dayanıb. Дьявол и его армия, демоны, İblis və onun ordusu, они могут навредить нам, onlar bizə ziyan vura bilərlər. но Иисус дает нам власть. Amma İsa bizə səlahiyyət И verir. Он говорит, ходите по воде, İsa deyir, su üzərində gəzin. будьте выше этих трудностей, Bu vəziyyətlərdən yüksək olun. будьте выше этих обстоятельств, Bu vəziyyətlərdən yuxarı olun. будьте выше этих демонических сил. Bu iblisani, demonik qüvvələrdən yüksəkdə durun. Потому что я вас посадил вместе с собою по правую руку Отца. Çünki mən sizi özümlə bərabər atanın sağ tərəfində əyləşdirmişəm. И ваша позиция уже выше их. Çünki sizin vəziyyətiniz onlarınkindən artıq yüksəkdədir. И теперь мне надо на практике применять это. İndi mənə bunu praktikada tətbiq etmək Как lazımdır. Петр говорит, если это ты, то скажи мне, и я пойду по воде. Necə ki Peter deyirdi, əgər bu sənsənsə, mənə de və su üzərində gəlim. И он увидел эту силу и эту власть. Və o bu qüdrəti və bu hakimiyyəti gördü. И он доверял ему, и он пошел по воде. Və o ona etibar etdi və suyun üzəri ilə getməyə başladı. В 33 стихе здесь говорится,
33-cü bənddə burada yazılır. Бывшие же в лодке подошли, поклонились ему и сказали: «Истинно ты Сын Божий». Qayıqda olanlar doğrudan da sən Allahın oğlusan deyə ona səcdə qıldılar. Они поклонились ему. Ona səcdə qıldılar. Они понимали, кто стоит перед ним. Onlar anlayırlar ki, qarşılarındakı kimdir. И он стоял в этой лодке. O bu gəmidə dayanmışdı. В их жизни, Onların həyatında, в их практической жизни. onların praktiki həyatında. Теперь уже это не было просто, как это говорится, я забыл. Нет. Ой, только что я это сказал слово, опять забыл. Это не говорится о их позиции только. Bu onların mövqeylərindən danışmır. Но теперь здесь говорится о практической христианской жизни. Amma bu tətbiqi xristian həyatından danışır. Когда они имеют эту власть ходить по воде. O zaman ki, onların səlahiyyəti var su üzərində yeriməyə И ничто не может повредить им. və heç nə onlara maniçi edə bilməz. Аминь. Давайте помолимся. Yəni, dua edək. Господь, спасибо Тебе. Ya Rəbb, minnətdarıq sənə. Нам нужно на самом деле научиться Bizə həqiqətən də lazımdır öyrənmək. в разных областях нашей жизни, Həyatımızın müxtəlif sahələrində чтобы мы научились ходить по воде ki, biz su üzərində yeriməyi öyrənək, и доверять Тебе. ki, sənə etibar edək. Спасибо Тебе. Çox sağ ol, ya Rəbb. Если бы Ты попросил бы нас, мы никогда бы не пошли бы в эту бурю, не сели бы в эту лодку. Əgər sən bizdən xahiş etsəydin, biz heç vaxt öz xoşumuza bu gəmiyə minib, bu fırtınanın içine getməzdik. Но Ты понудил нас. Amma sən bizi məcbur etdin. Мы проходим через обстоятельства, Biz bu vəziyyətlərdən keçirik которых мы сами не понимаем, və oradakı biz onu anlamırıq bəzən. но мы доверяем Тебе, Amma biz sənə etibar edirik что Ты будешь изменять нашу жизнь ki, sən bizim həyatlarımızı в dəyişəcəksən. этих обстоятельствах, в этих Bu трудностях. vəziyyətlərdə, bu çətinliklərdə И эти испытания будут нам на пользу. və bu sınaqlar bizim xeyrimizə olacaq. И мы научимся ходить по воде. Və biz öyrənəcəyik su üzündə gəzməyi. Спасибо Тебе. Çox sağ ol, ya Любим Rəbb. Тебя. Sevirik səni. Во имя Иисуса молимся. Sən Məsih'in adıyla dua edirik. Аминь. Amin. Yəni Eləcə gəlin iyanə üçün dua edək. Ya Rəbb, minnətdarıq sənə bu imkana görə.
Rəbb, minnətdarıq sənə bu imkana görə. Благодарны тебе за эту возможность. Minnətdarıq ki, sən bizə iman verirsən Благодарны, что ты даешь нам веру, ki, çətinliklərdən keçə bilək. что мы проходили через сложности. Rəbb, xahiş edirik indi bizim böhranlı vəziyyətimizdə də bizə xeyir dua verəsən. Господь, прошу, помоги нам Finansımız, финансово, с finansовыми əgər трудностями. çətinliyimiz varsa И если есть у нас sложности, və xeyir dua ver, Rəbb. просто благослови, Господь. Və biz bu çətinliyin içində sənə xeyir dua gətirmək istəyirik. Sənə iyanə gətirmək istəyirik. Мы хотим в этих сложностях приносить Тебе славу, Господь, Тебе пожертвования. Bəli, Rəbb, xahiş edirik bu iyanələri bizdən qəbul et. Прими это пожертвование от нас. Qoy bu sənin padşahlığında sənin sözünün yayılması üçün xidmət etsin. Пусть оно поможет в Твоем Слове, Ki sənin sözün yayılsın, чтобы Твое Слово возрастало, распространялось. Rəbb, minnətdarıq sənə. Sənin Благодарны müqəddəs Тебе, adla dua Господь. edirik. Amin. Во имя Твое драгоценное мы молимся. Аминь. Səni sevdim, mərhəmətin heç vaxt bitməz. Həyatım sənin əlində, gün başlayananda, gün bitənə də qoyaraq qeyib atsan ömrüm boyu sadiqsən Rəbb, ömrüm boyu yaxşısan Rəbbim, aldığım hər nəfəsilə söylərəm, xeyir qalsan Beni ağdan çıkarttın birlikte, benle birlikteydin. Bana da oldun, bana dost oldun. Söylerem, büyük aksan Tanrım. Ömrüm boyu ömrüm boyu yaşırsan Rabbim, aldığım her nefesiyle söylerem, büyük aksan Sen bütün beni izler, beni izleyen Sen bütün beni izler, beni izleyen Hayatımı teslim ettim, her şeyimi verdim Sen bütün beni izler, beni izleyen Sen bütün beni izler, beni izleyen Sen bütün beni izler, beni izleyen Hayatımı teslim ettim, her şeyimi verdim Ve lütfün beni izler, beni izleyen Ömrüm boyu sadiksen ömrüm boyu yaşırsan Rabbim, aldığım her nefesi
Давайте завершим наше служение. Gəlin toplantımızı Помолимся. bitirək, dua edək. Отец, мы благодарим Тебя за этот вечер, Ata, biz sənə bu axşama görə minnətdarıq. за эти песни, за поклонение, Bu mahnılara görə, bu sitayişə görə sənə minnətdarıq. за Слово Твое. Sənin kəlamına görə minnətdarıq. Спасибо Тебе, Господь. Minnətdarıq sənə, ya. Спасибо, что Ты почтил нас своим присутствием. Minnətdarıq ki, sən öz huzurunla И bizə Ты здесь baş çəkdin. ободряешь нас, Bizə поддерживаешь xeyir-dua наши verdin. руки. Bizim əllərimizi tutursan, bizi В этом dəstəkləyirsən, служении, Господь. bizi bu xidmətdə dəstəkləyirsən. Благословляешь нашу церковь. Bizim kilsəmizə xeyir-dua Спасибо Тебе, verirsən. Господь. Ya Rəbb, minnətdarıq sənə. Слава Тебе, Иисус. Minnət, şükür olsun sənə. Şükür. Благослови нас, когда мы пойдем. Gedərkən bizə xeyir-dua ver. Во имя Иисуса молимся. Sənin adınla dua edirik. Amin. Məsih.